Salam hər kəsə təkrar. Bugünkü videonun mövzusu həm filmlərdə olsun, həm seriallarda olsun, həm kitablarda olsun. Niyə etikadan uzaq və özündə pis dediyimiz personajlara niyə bu qədər əslində onları simpatik, karizmatik və güc sahibi görürük? Gəlin bunun fəlsəfəsindən biraz bəhs edək. Ümumiyyətlə Carl Jung'un kölgə anlayışından başlamaq istəyirəm. Carl Jung'a görə hər insanın içində qaranlıq bir tərəfi var. Özündə qəbul eləmək istəmədiyi, özündə inkar etdiyi və qorxduğu, çəkindiyi bir tərəfləri var. Hər kəsin var bu. Və Carl Jung bunun adına kölgə deyir. İnsanın bu daxili zətindəki qaranlıq tərəfləri onun kölgəsi adlanır. Yəni biz bəlkə də gün boyu keçirdiyimiz stres, əsəb və s. bu kölgəyə əslində yüklənir hər gün. Və əslində kölgə dediyimiz şey əslində bizim özümüz oluruq tam anlamıyla. Yəni cəmiyyət içərisindən çıxarkən maskalanmaq ehtiyacına duyuruq. Yəni maskalanırıq, özümüz ola bilmirik. Məsələn, kölgəmiz, yəni bizim məğzimiz əsəbidir. Əsəbləşirik tez özümüzdən çıxır, amma cəmiyyətə çıxanda isə maskalanmağa ehtiyac duyuruq. O əsəbimizi bastırırıq. O əsəbimizi kontrol etməyə çalışırıq. Və bu kontrol əsnasında əslində biz bilmədən kölgəmizə yüklənirik. Kölgəmizi daha da orada alovlandırırıq. Çünki biz əslində öz məğzimizi əslində həyata keçirmirik. Biz sadəcə maskalanmışıq cəmiyyət içərisində. Yəni ki, necə ki, məsəl üçün cəmiyyət içərisində daha da biraz nizam-intizama fikir veririk. Daha da insanların fikirlərinə, insanların bizim barədə fikirlərinə, nə deyərlər, nə düşünərlər ehtiyat etməyə çalışırıq. Yəni ki, bu adaptasiya prosesidir əslində. Yəni insanlığın milyonlarla ildir, milyonlarla deməyim, yəni insanın onsuz da insan deyə məhfum hardasa 3 milyon ildir var desək, amma həqiqətən insan dediyimiz sapienslərdən, hətta neandertallər də sayardım, neandertallərə qədər gedir. Yəni həqiqətən abstrakt düşüncəyə malik, həqiqətən özünü tanıya bilən, mən kiməm sualını verir. Yəni günümüz insanı hardasa neandertallərə qədər gedir. Hardasa 500 min il əvvələ qədər. Yarım milyon il. Bu qədər ərzində bu insan təkamül mexanizması olubdur. Yəni ki, insan cəmiyyət içərisində daha da diqqətli olmalıdır. Çünki sən tək bir nəfərsən, cəmiyyət isə səndən çox saydadır. Sən kölgən, sənin məğzin, əgər sən onu ortalığa qoysan, özün olmağa çalışsan tam anlamıyla, cəmiyyət səni rədd edə bilər, cəmiyyət səni istəməyə bilər, cəmiyyət sənin ayağını büdürədə bilər, ya sənə nəsə xətər yetirməyə çalışar. Ona görə cəmiyyətin ərsəyə gətirdiyi ya da nizam-intizam etdiyi qaydalara əsasən yaşayırıq. Və bu qaydalara əsasən də maska taxırıq.
Əsəbi isə əsəbimizi göstərməməyə çalışırıq. Qısqancsa qısqanc olduğumuzu göstərməməyə çalışırıq. İçimizdə pislik var, o pisliyi cəmiyyət içərisində göstərməməyə çalışırıq. Ən azından cəmiyyətin içərisində, amma qıraq tənha yerdə isə maskamız düşür. Maskamızı düşürürük. O kölgə dediyimiz məfhuma bölünür. O kölgə isə bizik əslində. Yəni hər insanın içində bir qaranlıq tərəfləri var. Hər insanın içində qaranlıq tərəfləri var. Ən azından bir dəfə arzuladığı, görəsən mən bu qaranlıq tərəfimi bir gün elədiyim vaxt necə olardı deyə düşündüyü bir an var. Yəni ki, məsəl üçün Breaking Bad-ə baxırıq. Walter White məsəl üçün Walter White Heisenberg'in əslində bürünməli olduğu bir personaj idi. Əslində Walter White bəri başdan Heisenberg idi. Yəni o məsələsi var. Güc əldə etdikdən sonra insanlar əslində güc zəhərlənməsi yaşamırlar. Öz personajlarını, öz kimliklərini əslində ortaya qoyurlar. Ən bəri başda. O kimlik, o personaj, yəni o kölgə onların özüdür. Və bu ən əvvəldən bəri əslində səni yaşatmaq üçün, səni adaptasiya eləmək üçün sənə maska taxdırır. Çünki sən o qədər güclü deyilsən. Məsələn, Walter White o qədər güclü deyildi. Walter White, Breaking Bad-dən yəqin əksəriyyətimiz izləmişik. Yəni bələdik bu serialı. Başqa nümunələr də verəcəm. Walter White nə gücü var idi əlində, pısırıq bir adam idi, ailəsində sözünün hökmü yox idi. Həyat yoldaşı belə onu həyat yoldaşı hətta onu diktə edirdi. Onun yazıq halına əslində mərhəməti gəlirdi. Oğlu da belə onu saymırdı. Onun dahi bir zəkası var idi kimya üzrə, həqiqətən. Kimya üzrə dahi bir zəkası var idi. Və o bu zəka ilə o sadəcə bir normal orta bir məktəbdə uşaqlara dərs deyərək həyatını əslində qazanmağa çalışdı. Ailəsini dolandırmağa çalışırdı. Amma bu adamın əslində o içindəki o qəzəbi özünə idi. Çünki o bilirdi ki, Walter White əslində maska taxır. Walter White əslində bu deyil. Onun kölgəsi orada yatır potansiyalı, əsl özü. Amma onu ortaya çıxara bilmir. Çünki bu dahi adam şərik olduğu şirkətdə həqiqətən çox uğurlu nailiyyətlərə imza atmışdı. Ancaq sevgilisi, yəni şirkətin ikisi şərikdilər. Skyler'dan öncə. Sevgilisi çox zadəgan ailədən gəlir, çox elit ailədən gəlir və Walter White'ın bu zəkasına heyrandır. Amma Walter White özünə güvənmir, özgüvənsizdir və o elita, o zadəgan ailəsinin içində özünün yerini tapa bilməyəcəyindən qorxaraq, yəni orada bacarmayacağından qorxaraq, çünki bu adamın bir aşağılıq kompleksi var. Aşağılıq kompleksi var özündə, yəni özünü biraz dəyərsiz hiss edir belə dahilliyindən. Şirkətlərin dəyərlərini $5,000 satır. O qıza da heç nə demədən ayrılır. Sonra Skyler'la evlənirlər. Amma bu adam bu bastırdığı egosu, bastırdığı potansiyel hər gün onu didik yeyir. Hər gün özünə şikayət edir. Mən bu deyiləm əslində.
Mən bu həyata layiq deyiləm. Mən bundan da artığına layiqəm. Bunu əbəs yerə demir. Potansialı var həqiqətən. Kimya üzrə çox biz görürük serialda. Orada şəhərin, bəlkə də ölkənin ən təmiz kristalını bişirirdi. Həqiqətən dahi bir, həm analitik olaraq, həm bacarıq olaraq dahi bir adam idi. Zəki bir insan idi. Daha sonradan isə Heisenberg'ə çevrilərkən onu əslində güc zəhərləmədi, güc onun yolundan çıxartmadı. O zaten Heisenberg olmaq istəyirdi bəri başdan. O aşağılıq kompleksi onu hər gün 40 ildir, həyatının 50 ilidir, onu didim yeyirdi. O ilk başda işə başlayarkən bir bəhanəsi var idi. Həm öz vicdanını rahatlaşdırmaq üçün, həm də əgər sosial tənqid olarsa, ya kimsə öyrənsə, buna təzyiq göstərmək istəyərsə bir bəhanəsi var idi. Aləm üçün edirəm. O çünki o xəstəni tutmuşdu, az ömrü var idi. Ölərkən ailəsinə yüklü bir miqdarda pul buraxmaq istəyir, çünki müəyyən qədər kasıb idilər. Həm də əməliyyatlara zada girib, əgər nəticələr boş gətirərsə, ailəsinə o qədər yüklü kredit borc buraxmaq istəmirdi. Bu səbəbdən bu met işinə girdi. Amma biz sonradan görürük ki, serialda əslində o özü üçün eləmişdi, o Skylar ətrafında. Deyir, mən əslində ən başdan bəri özüm üçün edirdim. Sadəcə bir bəhanəm idi o. Həm özümə bəhanəm idim, özümü belə də aldadırdım əslində. Vicdanımı biraz rahatlaşdırırdım. Həm də yaşadığımı hiss etdim. Həqiqətən, yəni. Bundan əvvəl bu Walter White bunun maskası idi. Bunun özü deyildi. Əslində o ən başdan Heisenberg idi. Carl Jung'un elə kölgə fəlsəfəsi. Kölgəmiz əslində bizim özümüzdür. Belə götürsək. Heisenberg kimi. Amma Walter qəsdi qərəzli Heisenberg'ü özü yaratdı. Öz kölgəsinin zəncirlərini öz əlindən özü buraxdı. Carl Jung'a görə də əslində kölgənin olması pis deyil. Hər kəsdə kölgə var. O sizi pis insan etmir əslində. Yəni qaranlıq arzularınız, qaranlıq tərəfləriniz, pis arzularınız, insanlara pislik yetirmə kimi bu arzularınız ola bilər. Əsas məsələ o kölgənin zəncirlərini əlinizdə bərk saxlamanızdır. O kölgəni yaxşı tanımaq, onu əhliləşdirib, başqalarına zərər vermədən öz faydanıza işlədə bilməkdir. Məsələn, çox əsəbi insansınız. Bu kölgənizdəki sizin məğzinizdəki bu xüsusiyyətə, əsəbliyi özünüzə qarşı istifadə edə bilərsiniz, başqasına yox. Başqasına eləməyin. Məsəl üçün, tənbəllik eləyəndə özünüzə əsəbləşin. Mən tənbəllik etməyəcəm. Məsəl üçün, səhv eləyəndə özünüzə əsəbləşin. Gələn dəfə daha az səhv eləyəcəm. Məsəl üçün. Ya da qısqanclığı başqasına qarşı eləməyin. Özünüzə qarşı eləyin. Məsələn, qısqanclıq. Qısqanın, yəni nə mənada? Məsələn, dünənki vəziyyət sizin yaxşı idi, amma bugünkü vəziyyət pis oldu. Qısqanın dünənki vəziyyətinizi özünüzə. Mən daha yaxşısını, sabah yenə o vəziyyətə qayıdacam, ondan da daha yaxşı. Yəni ki, başqa nümunələr də sadalamaq olar, amma ağlıma gəlmir. Amma yəni ki, kölgənizdəki bu hansı ki potansialı var başqalarına
zərər verəcək. Bunları özümüz üçün əslində istifadə eləmək lazımdır. Məsələn, indi o filmlərə qayıdaq. İndi biz baxırıq, indi çox əslində kişi, çünki kişilər təbiət içərisində rəqabət içindədirlər. O iyerarxiyanın ən üst mövqelərində yerləşmək istəyirlər. Çünki bu təkamüli bir mexanizmadır. Yəni ki, bir kişi nə qədər çox iyerarxiyanın üst mərtəbələrində əslində yerləşsə, bir o qədər onun həyatı qarantiya altına alır, ailəsinin və o qədər də çox dişi ilə cütləşmək haqqı əslində qazanır. Yəni gücü sayəsində. Biz baxırıq, məsələn, Heisenberg'a baxırıq, mənim özüm də belə, mən etiraf eləyim. Baxıram, mən də yaxşı mənada təsirləm. Necə? Yəni heyranlıq duyuram mən də o adama. Onun sonradan əldə etdiyi güc, Heisenberg olması, insanlara etdiyi diktələr, insanları öz hökmranlığının altına alması, o egosunun partlayışı, pısırıq bir adamdan güclü bir adama çevrilməsi, qorxulan, çəkinilən bir adama çevrilməsi. Mən heyran duyuram. Mən də qəbul edirəm ki, məsələn, məndə də var bu. Bəlkə mən də edərəm. Mənim də əlim o qədər güclüsə. Mən də maskalanıram yeri gəlsə, məsəl üçün. Mənim də, məsələn, Heisenberg kimi olma mənim də bir arzularım ola bilər. Amma Carl Jung'a görə ən əsası o arzuları yaxşı tanıyıb əhliləşdirmək lazımdır. Öz xeyrinə, başqalarına zərər vermədən. Məsələn, Walter White yaxşı tanısaydı kölgələrini, kölgə tərəfini əhliləşdirə bilərdi. Məsəl üçün, o dahi zehnini daha üst, dövlətin daha üst mərtəbələrində kimya bir professor ola bilərdi. Kristal bişirəcəyinə bunu daha da xeyirli bir iş üçün istifadə edə bilərdi. Ya da ki, bu içindəki bu potansiyel, bu ego, bu zəka onu özü üçün başqalarına zərər vermədən də istifadə edə bilərdi. Yəni biz baxırıq Heisenberg'a, heyran duyuruq əslində istənilsə proyeksiya eləyir əslində kölgəmiz onların üstündə. Yəni ki, biz özümüzün potansiyel görmək istədiyi bir fraqmentini görürük o pis adamlarda. Məsələn, Darth Vader olsun Star Wars'dan baxırıq, əlində qılınc, havalı şəkildə, karizmatik şəkildə qılıncı yellədir, qabağına kəsəni doğrayır, biçir. Biz də baxırıq, heyranlıq duyuruq monitorun arxasında. Niyə heyranlıq duyuruq? Şiddətdən niyə heyranlıq duymaq? Təbiətimizdir. Təbiətimizdir. Kölgəmizi proyeksiya edir. Yəni, günün bir gün siz də elə olmaq istəmərdinizmi? Əlinizə güc keçsəydi. Təşrif eləyirlər. Darth Vader olasan. Sən də olmaq istəmərsən. Ya da başqa pis personajlar məsələn. Başqa karizmatik. Məsələn, seri qatillərə də baxırıq, heyran duyuruq. Onların zəkaları, manipulyasiya qabiliyyəti, qadınları başına yığması, sonra qaranlıq arzularının həyata keçirməsi. Monitorun bu arxasında bizə də xoş gəlir. Hamımızın içində var bu. Hamımızın içində pisliyə qarşı bir heyran duyma var. Bu əslində bizim özümüzdür. Təbiətimizdir. Təbiətdə əslində nə əxlaq, nə etika, nə estetika, heç nə yoxdur. Təbiətdə sadəcə uyğunlaşma var. Ən çox uyğunlaşan nəyin bahasına olursa olsun. Qəddarlığın, amansızlığın, qul haqqına girməyin, cəmaatı doğrayıb kəsməyin, nəyin bahasına olursa olsun. Uyğunlaşdığın müddətcə, həyatda qaldığın müddətcə uğurlusan. Fərqi yoxdur. Ha pis şəkildə, ha yaxşı şəkildə. Ona görə mən inanıram ki, təbiət bizə bu əslində bu qaranlıq tərəfləri verir ki, əgər uyğunlaşa bilmirsənsə, əzilisənsə, sən bu qaranlıq tərəflərini coşdurub artıq
hiyerarxiyanın üst təbəqələrinə çıxıbsan, hamıdan da yaxşı həyatda qalmalısan. Hamıdan da yaxşı fərdi təkamülünü tamamlayıb bu dünyaya son nəfəsini verməlisən. Çünki hamımız içimizdə bir genlər daşıyırıq. Bu genlər çoxaltmaq, artmaq, klonlanmaq istəyir. Nəyin bahasına olursa olsun. Əbədi yaşamaq istəyir. Biz bir bədənik sayırıq onlara. Bir bioloji bir bədənik, bioloji bir mümmitik onlara. Onların çoxalmaları üçün əlverişli bir torpaq stimullar göndərirlər bizə. O stimulları bizə diktə etdirirlər və biz də icra edirik. İmpulslar dediyimiz şeylərlə. Yəni birdən-birə özümüzdən çıxırıq, əsəbləşirik. Böyük bir impulsluqla oturub düşünmürük ki, niyə əsəbləşdim mən birdən-birə. Sonradan düşünəndə fərqinə varsan ki, bu böyük bir impulsluqla oldu. Bir dürtü ilə oldu içəridə, bir stimulla. Çox hərəkətlərimiz elədi məsələn. Buna görə də Carl Jung'a görə bundan əslində utanmamaq lazımdır. İnsanın bu pis tərəfi olduğuna. Bunu qəbul eləmək lazımdır, amma bunu əhəlləşdirib sadəcə özün üçün istifadə eləmək lazımdır. Başqalarına zərər vermədən. Qaranlıq tərəflərini. Öldürmək, məsələn, insanın içində öldürmək istəyi ola bilər. Dexter kimi, məsələn, Dexterə də baxır, ona da heyran oluruq. Dexter kimi öldürmək istəyi. Üzr istəyirəm. İnsanı öldürmək. Bunun zəncirini buraxdığın zaman insan bir seri qatilə də çevrilə bilər. Niyə seri qatilə çevriləsən ki, yəni mən düşünürəm ki, ya bu insanın öz impulsudurmu, yoxsa stimul gəlir ona, böyük bir narahatlıqla gedir, insanı öldürür. Niyə? Yəni təbiətidirmi? Yəni bunu özü olaraq mı istək yaradır, yoxsa ondan asılı olmadan onun proqramı mı, içində proqram təminatı, təbiətimi ona stimulu göndərir. İmpulsivliklə onu o hərəkət etdirir. Məsələn, Dexter baxırıq, heyran olur. Niyə? Çoxmu xarizmatik? Baxanda çox belə onun barəsində mənfi bir şey düşünmürük. O bizim eləmək istədiyimiz yox, düşündüyümüz necə olardı deyənin əslində o təzəssümüdür Dexter. Yəni biz də düşünürük ki, insan öldürsə görürsən nə olardı? Ya da bizə vaxtilə pis rəftar eləmiş insanları Dexter kimi öldürsək necə? O necə olardın real təzəssümüdür. Məsələn, tək Dexter olmasın, başqa pis personajlar olsun. Bizim özümüzdə görülmək istədiyimiz, ancaq hələ ki özümüzdə qəbul edə bilmədiyimiz, inkar etdiyimiz. Yox, mən yaxşı insanam, mən vicdanlı insanam, olmaz, eləyərəm, Dexter kimi olanmaram, Heisenberg kimi olanmaram, nə bilim, Thanos kimi olanmaram. Ya da ki, vicdan da önəmsəmirik, amma olanmaram deyirik, çünki əlimdə güc yoxdur bu dəqiqə, olsam məni öldürərlər. Mən nətər ola bilərdim? Əlimdə güc yoxdur. Əlimdə fürsət yoxdur hal-hazırda. Mən hal-hazırda maska taxıb uyğunlaşmalıyam. Cəmaatın dediyi ilə oturub durmalıyam. Gücü əldə edənə kimi, müvəqqəti. Ondan sonra gücü əldə etdikdən sonra əsl kimliyim ki, o kölgəmi ortaya qoyaram. Bir də belə bir şey də var. Tək vicdanla əslində əmələ gəlmir. Elə insan var, vicdanını o qədər də mühüm saymır. Vicdanı, əxlaqı, onun vicdanının təzəssümü deyil. O sadəcə hal-hazırda uyğunlaşmağa çalışır. Hal-hazırda qorxur, çəkinir. Hələ ki, bu vəziyyətdə pısırıqdır. O yola doğru gedən bir yolda. Nietzsche'nin gözəl bir sözü var.
iti pəncələrimiz yoxdur deyə özümüzü məsum hesab etməyək. Həqiqətən. Yəni mən burada oturmuşam. Mənim nə əlimdə güc var, nə əlimdə qüdrət var, nə əlimdə bir iyerarxiya cəmləmişəm. Heç nə yoxdur. Mən deyirəm yaxşı insanam vallah. Mən yaxşı insanam. Yəni mən necə yaxşı bir insanam? Mən dünən kömək elədim axı kiməsə. Məncə yaxşılıq o da deyil, yəni əxlaq onunla da hesab etmək məncə düzgün deyil. Çünki sən pislik etməmə kimi bir lüksün yoxdur. Pislik etmə kimi bir lüksün yoxdur. Pislik edən kimi bilirsən ki, qarşılığını dərhal alasan, qorxusan. Haqq hesab verəsən. O pislik başına gələcək dərhal o anda. Yəni pislik etmək kimi bir lüksü yox, bir ismi etmək kimi bir şansın yoxdursa, o zaman yəni bu iti pəncələrin olmadığı deməkdir. Yəni o zaman biz necə özümüzü məsum hesab edək? Yaxşılıq buna deyərdim ki, həqiqətən o insan pislik də edə bilər. Məsələn, bir hökmdardır. Ölkənin hökmdarı. İstədiyi adamı işgəncə verər, istədiyi adamın başına hər bəlanı düçar edər, istədiyini eləyər, heç kimə də haqq hesab verməz, bir kəlmə belə heç kimə haqq hesab verməz, başına da heç nə gəlməz, amma bu insan iti pəncələrdə hamıdan da bərk və uzundur. Amma bu insan pislik etmir. Bu insan pislik etmir, əksinə yaxşılıq edir, yaxşılıq etməyə çalışır. Mən buna deyərdim ki, o insan yaxşı insandır. Çünki onun pislik etmək kimi imkanı var, şansı var, amma o pislikdən dönür. Məncə yaxşı insan budur. Elə deyilmi? Kölgəmizi tanımaq lazımdır sadəcə. Kölgəmizi tanıyıb əhəlləşdirmək lazımdır. Çünki əhəlləşdirməsək, əlimizdəki zəncirlərdən qopub, dönüb dolaşıb, o canavar, bu kölgədə gizlənən canavar bizi canavara çevirəcək. Mütləq bu belədir. İnsan gərək öz təbiətini anlaya, özünü bilə. Özünü biləcəksən, özünü tanıyacaqsan, nələrə qadirsən, nələri istəyirsən, nədir potensiallarını kəşf edəsən. Özünü tanımaq önəmlidir. Öz proqram təminatını bilmək önəmlidir. Öz psixoanalizini eləmək vacibdir. Sən hansı psixologiyadasan hal-hazırda? Məncə bunları bilmək lazımdır. Kölgəmizə sahib çıxmaq üçün və onu öz xeyrimiz üçün istifadə etmək üçün. Bu video indi bu qədər olsun. Gələn mövzularda görüşənədək. Sağ olun.